Miss Jones wanted a picture for her living room. Miss Jones, xanım Jones wanted, istəyirdi a picture, bir şəkil for her living room, qonaq otağı üçün. Düzdür Orxan? She took the bus and went to town. O deyir, took the bus, avtobusa mindi and went və getdi to town, şəhərə. İndi burada take yadınızdadır, take götürmək, aparmaq. Keçmiş zaman ağaçsa o took kökündən dəyişir. Go da getmək deməkdir. Keçmiş zamanda olur went, getdi. She looked for a picture shop. Looked for nə deməkdir? Axtarırdı. Axtarırdı. Look for axtarmaq deməkdir. Axtarırdı. A picture shop, şəkil mağazası. And və after a few minutes, bir neçə dəqiqə sonra, after varaq sonra, she found one. O bir dənəsini tapdı. Find keçmişi. Nə deməkdir find? Tapmaq. Keçmişdə kökündən dəyişir. Olur found. Kökdən dəyişir. Deməli, buradan bilirik ki, keçmiş zamanda, yəni past simple deyilir ingilis dilində. Rus dilində də pрошедшее время. Bu zaman feillərə ya et şəkildə artırılır, yaxud da ki, kökündən dəyişir. Sonra, there were some pictures. There were nə deməkdir? Keçmiş var idi. Keçmişdə deyirik də, there were some pictures. Bəzi şəkillər var idi. In the window, pəncərədə. But, amma, she didn't like. Onlar çox xoşlamadı. Bəli, xoşlamadı zəm onları. Very much, çox. Did də burada nədir? Do'nun keçmişidir. Keçmiş zamanda sual və inkarı did ilə veririk. Baxın, inkar edir. Didn't like. Xoşlamadı. Pрошедшее времяdır da, keçmiş sadə zamandır. She went into the shop. O getdi mağazaya. Cümlə hansı zamandadır? Went. Keçmiş. Keçmiş. Çünki go burada kökündən dəyişibdir. Went into the shop. Mağazaya getdi. And looked at some other pictures. Və Başqa şəkillər axtardı. baxdı. Bəli. Bax, burada indi Orxan dedi, axtardı. Axtarmaq yox. Look at, baxmaqdır. Look for, axtarmaqdır. Yaxşı? For-la birləşdim, axtarmaqdır. Amma ətlə birləşdim, baxmaqdır. Back of it, onun arxasına. Harada qaldım mən? Oradaydı. She went to the... Nəsə, there was a picture of a young... Mən yerini itirdim uşaqlar. She went into the shop. O mağazaya getdi. İkinci abzası oxuyuram. And looked at, baxdı. Some other pictures. Some bəzi, other, başqa picture şəkillərə. She liked, o xoşlayırdı. Some of those, onların bəzilərini. More, daha çox. There was a picture of a young girl. There were nə idi? Var idi. Var idi. Təkdə olanda olur. There was. Cəmdə olanda was. Were. Təkdə olanda there was. Cəmdə olanda there were. There was a picture. Şəkil var idi. Of a young girl. Cavan qızıl. And Miss Jones liked it. Xanım Jones liked, xoşlayırdı. It onu. Very much, çox. She went, o getdi. To the shopkeeper. Mağaza sahibinin yanına. And said və dedi. How much do you want? Nə qədər istəyirsən? For this picture. Bu şəkil üçün. The shopkeeper. Nə idi shopkeeper? Mağaza sahibi. Baxın, uşaqlar. Əvvəlcə ilk dəfə shopkeeper haqqında danışanda dedik ki, a shopkeeper. Düzdürmü? Baxaq görək burada varmı? Yerini tapa bilmirəm. A shop bir şey haqqında ilk dəfə danışanda deyirik. Əgər o isim təkdədirsə, sayılırsa. İkinci, üçüncü, dördüncü dəfə, neçə dəfə danışsaq Z deyirik. Çünki Z müəyyənlik artiklıdır. Artıq bizim üçün o müəyyən olur. Ki, kimdən gedir söhbət? The shopkeeper turned the picture. Mağaza sahibi çevirdi picture şəkili round. He looked at, o baxdı,
the back of it. Back of it neydi? Onun arkasından. And then said. Sonra dedim. 13 pounds. 13 var. 13 pound. 30 O pound. dedi ki 30 pound. Hanım Jones, Miss Jones said. Hanım Jones dedi. That's very expensive. indirim elemeye var. Bu çok pahalı. İndirim. I am going to offer you 20 pounds for it. I am to be going to ne demektir? Atak edecek. I am going to offer. Offer da təklif etmək. Mən sənə təklif edirəm 20 pounds, 20 pound for it bunun için. O dedi çok. I said. Mən dedim. Say ne demek? Geçmiş Demək. isimlə. Demək. Say nədir? Kökündən dəyişir. dəyişir. Dedi. Zamanda. Kökündən dəyişənlərə irregular verblər deyilir. 30 pounds the man answered. Kişi cavab verdi. Sonra o da deyir ki 13 Miss Jones said. Hanım Jones dedi. Then I am going to offer you. Mən sənə offer təklif edirəm. 9 pound. 9 pounds for it. 9 pound for it. Ne demekti for it? Bunun için. Yeah. Mary worked in an office in London. Mary Mary'nin işləyirdi. In an office. Ofisdə in London, Londonda. Uşaqlar, fikir verin, şəhərlərin qabağında in sözünü işlənilir. In. Eləmi? Məsələn, in Baku, bir də qapalı yerlərdə. Baxın, office, in an office. Nə deməkdir? Eləmək şart eləyəcək. Ofisin yəni içində, qapalı yerlərdə, şəhərlərdə, ölkələrdə in işlənilir. She usually, o adətən went out, izlə, went out, gedərdi. Out deyəndə mən artıq bildim ki, çölə gedirdi. And had lunch. Lunch nədir? Qəlyanaltı eləyərdi. Burada had keçmiş zamanıdır, having keçmişidir. In a restaurant, restoranda. Restoranlar. She liked it, o sevərdi. Baxın, like xoşlamaq. Keçmiş zamanı yenə et şəkilçisi artırılıbdır. Et şəkilçisi artırılanlara isə regular verb deyilir. Yəni, qaydalı feillər. Qaydalı feil nə deməkdir? Qaydaya tabe olur, feilin sonuna et şəkilçisi artırırsan, olur keçmiş zamanda, past simple'da. Yəni, proşetçi vremyada. Amma qaydasızlar et şəkilçisi götürmür. Kökündən dəyişir, qaydaya tabe olmur. Ona görə onlara irregular, qaydasız deyilir. She liked foreign food. O xarici yeməkləri sevərdi. And often və tez-tez look it in the newspaper. Xeyr. Look it, baxardı in the newspaper, qəzetdə. For the names of new restaurants. Yeni restoranların adlarını, look it in the newspaper for the name of new restaurant. Yeni restoranların adlarını tapmaq üçün qəzetə baxardı. Because, çünki she enjoyed, zövq alardı. Going to them, ora getməkdən. And eating, yeməkdən. New things, yeni şeyləri. Sometimes, bəzən he said, o deyərdi. I don't like this restaurant. Mən bu restoranı xoşlamadım. Don't like, indiki zamandadır. Didn't like, keçmiş zamandadır. Don't like oldu indiki zaman. Didn't oldu keçmiş zaman. I am not going to come here again. Mən bura yenidən gəlməyəcək. To be going to nə deməkdir? Acaq, əcək. To be going to, acaq, əcək, nəzrin. I am not going to come, yəni gəlməyəcəm. Görsən, acaq, əcək verir feilin sonunda, gəlməyəcəm. Here, buraya, again, yenidən. But often, amma tez-tez, she said, o deyərdi. I like this one. Mən bunu bəyəndim. Burada one bir deməkdir. Nəyə görə one işlənilibdir? Bir də gəlməyəcəm deyir. Xeyr.
Nəyə görə van işlənilibdir? Çünki bayaqdan söhbət nədən gedir? Xanımın restoranlara getməyindən. Bir də təkrarçılıq olmasın deyə restoranın yerində bir ismin yerində təkrarçılıq olmasın deyə van sözünü işlədir. Sonra I am not going to come here again mu dedi. I like this one. Mən buranı xoşladım. I am going to have annual lunch. Mən qərinaltı eləyəcəm. Here, burada, often tez-tez. One day, bir gün, she saw, o gördü. The name of New Greek restaurant. Yeni Yunan restoranının adını. In her newspaper. Newspaper neydi? Gazete. And she went, o getdi Zeya oraya for lunch, qərinaltı üçün. It was very small. Bu çox balaca idi. Was keçmiş zamanda. But it was clean. O təmiz idi. And nice. Və qəşəng idi. And the food was good. Food nədir? Olan yemekler de yaxşıydı. But ama then sonra Mary tapdı something hard. Ters bir şey ağzında. In her mouth, ağzında. She took neydi? Götürmek. Götürmek kesmiş zamanları. Kökünden de. She took it out. Onu çıkarttı. It was a button. Bu düğme idi. Düğme. Button düğme. Ay sizde. Look here. Bura bak. Harda qalmışıq? Waiter, afsiyan. She said, o dedi. I have found, mən tapmışam. This button, bu düyməni. In my Yemeğimin içinde. Yemeğimin içində. Thank you. Sağ ol. Sağ olun, The sağ olun. waiter answered. Waiter, afsiyan cavab Afsiyan cavab verdi. verdi. Happily. Ben xoşbəxt oldum. Xeyr, xoşbəxt şəkildə cavab verdi. Burada niyə lığı var? Çünki narrative-dir. Narrative nədir? Zərf. Yəni ingilis dilində də adverb deyirlər. Orada xoşbəxt cavab verdi. Bir hərəkətdən gedir söhbət. Hərəkət olduğu üçün biz orada sifət yox, zərf işlətmişik. Sonra I look it everywhere. Mən hər yerə baxmışam. For it, bunun üçün. Üçüncü mətn. Peter was 10. Peter'ın 10 yaşı var idi. Was keçmiş zamandadır. And his sister Jane. Onun bacısı Jane. Was 8 yaşında idi. İdini orada nə verir? Was verir. Yəni keçmiş zaman göstəricisidir. They lived. Onlar yaşayırdılar. In the country, kənddə. Uşaqlar, live it nə dedik? Dedik regular verb'dür. Et şəkilsi qəbul edib keçmiş olanlara regular verb deyilir. In the country, kənddə. Country həm kənd deməkdir, həm də ölkə deməkdir. Bunu dedik 10 kilometers from Cardiff. Cardiff'dən 10 kilometr, yəni aralıda. One day, bir gün, they saw, o gördü. See, görmək, keçirsiniz. Keçmişi saw, irregular verbdir. Kökdən dəyişib, keçmiş olub. Saw a picture of a circus. Sirkin şəklini gördü. In the newspaper, qəzetdə. And və Jane said, Jane dedi, to her mother, anasına. Burada a-ənə verir, to, a-ə deməkdir. There is going to be a circus. Bayaq dedik, going to, nə deməkdir to be going to? Acaq. There is going to be a circus, yəni sirk olacaq. In Cardiff, Cardiff'də. Next week, növbəti həftə. Dedik ki, şəhərlərin, ölkələrin, qapalı yerlərin qarşısında in işlənir. Please, zəhmət olmasa, take us, bizi apar, zeyə, oraya. The children's mother,
Uşaqların anası bought aldı tickets. Ne aldı? Bilet aldı. Yavaş qışqır mikrofona səsini echo verəcək. And on Sunday bazar gün yox Saturday bazar günü uşaqlar baxın həftənin günləri ümumiyyətlə day sözü harda varsa ay sağ ol 10 işlənir. On Sunday Saturday bazar günü və yaxud da on Sunday bazar günü evening axşam. Peter and Jane, Peter və Jane and their parents və their onların parents valideynləri went to the circus. Sirkə getdilər. The tent çadır was full of people. İnsanlarla dolu idi. And after a quarter of an hour. Der ki 15 dəqiqə, 1 saat 15 dəqiqə sonra. A quarter of an hour. Bir saniye. The circus began. 45 dəqiqə sonra da the circus began. Sirk başladı. A beautiful, güzel, young girl, genç kız came in. İçeri girdi. Bakın orada içeri girdiğini neden bildim? İndən bildim. Bir de bakın bayaq dedik. Artiklı qeyri-müəyyənlik artiklıdır. Əgər bir isim sayılır təkdədirsə, ilk dəfə haqqında danışırıqsa, artikl deyirik. Məsəl üçün, deyirəm ki, bu qrupda bir uşaq var, səhər qrupbasında bir uşaq var. O qədər qəşəng, çalışqan uşaqdır ki, o bir uşaq, a child deyirəm. Kimdə aysa o uşaq, bilirsən kimdir? Bilmirik. Biri də var deyirəm ki, the boy. Yəni bu uşaqlardakı hər hansı biridir də, qeyri-müəyyən, müəyyən deyil bizim üçün hansıdır. Onda verirəm. Bir də var deyirəm ki, the boy, o oğlan. O qədər çalışqandır ki, həm axşam gəlir, həm səhər gəlir dərs oxumaqdan ötürü. Niyə görürsən nəsə, bəlkə yalan deyirəm. Həm axşam gəlir, həm səhər gəlir oxumaqdan ötürü. Görürsünüz, burada kimdən gedir söhbət? The boy dedim, o oğlandan getdi söhbət, Nəsirdən getdi söhbət. Ona görə Z deyəndə məlum olur, deyəndə qeyri-müəyyən olur. Sonra she put, o qoydu, a cake, tortu in her mouth, onun ağzına. And then və sonra a big lion, böyük aslan came gəldi, took the cake, tortu götürdü, out of her mouth, onun ağzından. Out of deyəndə nə bildim? Çıxartdı da, çölə nə isə çıxardanda out of deyirik. A man in a red coat. Bax, yenə də a man, o bir kişi. Məlumdur hansı kişidir bizim için? Yox. Ona görə dedik. A man in red coat. Nəyə görə in dedik burada uşaqlar? In red coat. Paltarın içində olur da adam. Bu paltar bizi örtür. Düzdür? Ona görə in a red coat deyirik. Shouted to people. İnsanlara qışqırdı. Who is going to the same? Baxım görüm gedirmişsiniz. Bəli. Bir saniyə. Who is going to do the same for 100 euro? Kim deyir eləyəcək? Is going to euroya. Yox, euroya. Kim eləyəcək the same eynisini 100 euroya? Nobody answered. Nobody. Heç kim cavab vermədi. Answered irregular, regular verb. Ed qəbul edib, qaydalı feildir. But then, amma sonra, a funny man, bir gülməli kişi stood up, dayandı. And said, və dedim, alright, yaxşı. But first, amma birinci, take the lion away. Oradan Birinci, aslanı kənara qoyun. Belə uşaq